Gününüz xeyirli olsun uşaqlar. 7-ci sinif şagirdləri üçün kiçik summativ qiymətləndirmə 4-ün B variantının izahlarını paylaşacaq. Xatırladım ki, bu kiçik summativ qiymətləndirmə ikinci hissənin ilk bölməsinin kiçik summativ qiymətləndirməsini əhatə edir. Birinci suala baxaq. Hansı maddə elektrikdir? Bir öncəki A variantında bizdən hansı maddə dielektrikdir soruşurdu. Bu dəfə isə elektrikdir. Yəni elektrik cərəyanını keçirir. Buna uyğun gəlir metallar. Metal da C variantındadır. Amma digərləri dielektrikdir. İkinci sual. Elektrik yükünün vahidi nədir? Elektrik yükü bilirik ki, Q hərfi ilə işarə olunur və vahidi kulondur. Doğru cavab C variantı. Üçüncü sual. Elektroskop nə üçün işlədilir? Əlbəttə ki, elektroskop cisimlərin elektriklənməsini müəyyən etmək üçün istifadə olunur. Növbəti suallara da baxaq uşaqlar. Dördüncü sualda deyir ki, yüklü zərrəciklər arasında qarşılıqlı təsir qüvvəsi hansı şəkildə düzgün təsvir edilmişdir? Baxın uşaqlar, yüklü zərrəciklər arasında qarşılıqlı təsir qüvvəsi müsbət və mənfi yük verib A variantında. Bunlar bir-birini cəzb etməli idi, amma fikir verin, itələyir göstərir. Demək ki, A variantı doğru deyil. D variantı da doğru deyil. B variantı yenə də mənfi müsbətdir, bir-birini itələyir deyir. Xeyr, doğru deyil. Müsbət müsbəti cəzb edə bilməz. Bəli, mənfi müsbəti cəzb edə bilər. Doğru cavab Y variantıdır. Beşinci sual. Mənfi ion hansı zərrəcik adlanır? Baxın, mənfi ion atom əgər elektron qazanarsa, yəni əlavə bir elektron alarsa, o zaman mənfi iona çevrilir. Yox, əgər elektronu verərsə, müsbət iona çevrilir. İndi baxaq burada C variantında deyir ki, atom elektron itirdikdə, yəni itirdikdə çevrildiyi zərrəcik müsbət iondur. Atom elektron aldıqda isə çevrildiyi zərrəcik bəli, mənfi iondur. Çünki mənfi yüklərin artıqlığı yaranır. Ona görə də mənfi iona çevrilir. Altıncı sual. Elektrik sahəsinin yaratdığı qarşılıqlı təsir necə xarakterlidir? Bəli, həm cazibə xarakterlidir, həm də itələmə xarakterli. 7-ci suala da baxaq. Atomun nüvəsində 8 proton və 8 neytron var. Bəli, və bizdən soruşur ki, uşaqlar, nüvə ətrafında neçə elektron dövr edir? Baxın, nüvə ətrafında əgər bizə deyirsə ki, atomda 8 proton, 8 neytron var, demək ki, elektron neytral hal olduğu üçün nüvə ətrafında da 8 elektron dövr etmiş olacaq. 8-ci sual. Mənfi yükün elektrik sahəsinin qüvvə xətləri hansı şəkildə düzgün təsvir edilmişdir? Bilirik ki, uşaqlar, müsbət yükdə elektrik sahəsinin qüvvə xətləri özündən çıxırdı. Mənfi yükdə isə özünə daxil olurdu. A variantında demək ki, bu müsbət yükün elektrik sahəsinin qüvvə xətləridir. Bu səhvdir. Demək ki, bunu götürmürük. B variantında bəli, özünə daxil olur. Yəni mənfi yük deyirsə bizə özünə daxil olmalıdır. 9-cu sual. 2 müsbət və 2 mənfi yükdən ibarət elektrik yükləri sistemində neçə cüt cəzb etmə qüvvəsi var? Baxın, maraqlı sualdır bu əslində. Gəlin şəkli çəkməyə çalışım. Biraz yuxarı çəkək. Deməli, deyir ki, uşaqlar, 2 müsbət, 2 mənfi. Deməli, 2 müsbət yük çəkdim və 2 mənfi yük də çəkirəm. Və bizdən soruşur ki, bunlar arasında neçə cüt cəzb etmə. Bundan qabaq bizdən itələmə soruşurdu. İtələmə soruşduğu zaman 2 cüt itələmə qüvvəsinin olduğunu müəyyənləşdirmişdik. Cəzb etmə dediyi zaman isə, demək ki, baxın, birinci yük nə edəcək? Həm mənfini cəzb edə bilər, həm də digər mənfini. Bax, bu mənfini cəzb edə bilər. Neçə cüt cəzb etmə yarandı? Burada 2. Buradakı müsbət yük isə həm bunu, həm də digərini cəzb edə bilər. Plus da 2 cüt cəzb etmə buradan yarandı. Ümumilikdə 4 cüt cəzb etmə qüvvəsi yaranır. Sonra növbəti 10-cu suala baxaq uşaqlar.
10-cu sualda deyir ki, 1, 2 və 3 cisimləri şəkildə göstərildiyi kimi yüklənmişdir. Və bizdən soruşur ki, uşaqlar, onlar onlarda hansılar bir-birini cəzb edir? Əlbəttə ki, hansılar bir-birini cəzb edəcək? Müxtəlif yüklü zərrəciklər. 1 ilə 3, eyni zamanda 1 və 2. Baxın, C variantlar 1 və 2 və 1 və 3. 11-ci suala baxaq uşaqlar. Dielektrik dayaq üzərində 1 və 2 metal lövhələri paralel yerləşdirilmişdir. 2 lövhəsinin yaxınlığına müsbət yüklə elektriklənmiş metal kürəcik gətirilərsə, lövhələrdə elektrik yükü necə paylanar? Baxın uşaqlar, maraqlı sualdır əslində. Bunu bir əvvəlki A variantında göstərmişdik. Orada bura mənfi yük gətirilmişdi. Metal lövhələr verilib və bu metal lövhələrin yaxınlığına müsbət yüklənmiş bir metal kürə yaxınlaşdırılıb. Müsbət yüklənmiş metal kürəcik nə edəcək? Hərəkət edən həmişə elektronlar idi. Demək ki, müsbət yük hər zaman özünə mənfi yükü cəzb etdiyi üçün mənfi elektronları, yəni özünə tərəf cəzb edəcək. Və digər tərəfdə müsbət yüklərin artıqlığı yaranacaq. Və daha sonra buradakı müsbət yüklər nə edəcək? Yenə də elektronları özünə tərəf cəzb edəcək və digər tərəfdə müsbət yüklərin artıqlığı yaranacaq. Demək ki, baxın, diqqətlə fikir verək. Hər zaman hərəkət edən nədir? Elektronlardır. Müsbət yükə görə elektronlar hərəkət edir müsbət yük tərəfə. Amma digər tərəfdə müsbət yüklərin artıqlığı yaranır. Və burada müsbət yüklər yenə nə edəcək? Mənfi yüklər, yəni elektronları özünə tərəf cəzb edəcək. Digər tərəfdə yenə də müsbət yüklərin artıqlığı yaranacaq. Bu da olur uşaqlar. Deməli, burada mənfi, digər tərəfdə müsbət. Bax bu, A variantı. Sonra 12-ci sual, hansı sxem helium atomunun modelinə uyğun gəlir? Helium atomunun modelinə 2 proton və 2 elektron. Bax, buradadır. A variantındadır. Növbəti suala da baxaq. Növbəti sual 13-cü, 14-cü, 15-ci və 16-cı suallar qalıb. Bunları da burada deyir ki, uşaqlar 13-cü sualda Q1 və Q2 yüklərinin işarələrini müəyyən edin. Diqqət edin, Q1 yükünə nə edir? Daxil olur. Daxil olurdusa bu necə işarəli idi? Mənfi. Q2 yükündən isə elektrik qüvvə xətləridir bu. Bunlar çıxıb. Demək ki, bu da müsbətdir. Demək ki, Q1-imiz kiçikdir sıfırdan, Q2-miz isə böyükdür sıfırdan. Bu da uyğun gəlir. Q1 kiçikdir, Q2 isə böyükdür. Bax, Y variantında. 14-cü sual. İntensivliyi Y bərabərdir 40 Newton bölünsün kulon. Vakuumdakı elektrik sahəsində Q bərabərdir 0-dan 1000-1 kulon yük gətirildi və F bərabərdir sual işarəsində. Baxın, intensivliyin düsturu Y bərabərdir F bölünsün Q'dur. Buradan F'i tapsaq, F niyə bərabər olacaq? Y vurulsun Q'ya. Bu da bərabərdir. Y'miz nə qədərdir? Bax, 40-dır. Vuracam 0-dan 1000-1-ə. 1000-də vurduğum zaman nə edəcək? 0-dan 100-4 Newton. Deməli, doğru cavabımız F bərabərdir 0-dan 100-4 Newton olar. 15-ci suala baxaq. Elektrik yükü mənfi 16E olan, yəni Q bərabərdir mənfi 6E daha doğrusu. İyonun nüvəsində 12 proton var. Yəni, N protonlarımızın sayı 12-yə bərabərdir. Həmin iyondakı elektronların sayını nə qədərdir, onu müəyyənləşdirməliyik. Bilirik ki, elektron və protonların birlikdə cəmi bizə verir elektrik yükünü. Yəni, mənfi NY üzərinə gəlsin N proton bərabərdir Q-yə. Mənfi NY üzərinə gəlsin N protonumuz 12-dir. Deməli, 12Y bərabər olacaq. Q-miz də mənfi 6Y-dir. Buradan bilirik ki, mənfi NY-miz bərabərdir. 12 elektronu keçirdiyimiz zaman mənfiləşir. Mənfi 18 elektron. Elektronla ixtisar gedir. Qalır burada N bərabərdir 18. Demək ki, neçə elektron var imiş? 18 elektron var imiş. 16-cı və sonuncu suala da baxaq. Şəkildə Q0 yükü və bu yükün yaratdığı elektrik sahəsində Q sınaq yükü təsvir olunmuşdur.
Yüklər arasında məsafə sabit qalmaqla sınaq yükünün miqdarı 3 dəfə artarsa, elektrik sahəsinin intensivliyi və elektrik qüvvəsi necə dəyişər? Baxın, deyir ki, burada Q-nü biz azaldarıqsa 3 dəfə, daha doğrusu 3 dəfə artırarıqsa, yəni Q-nün miqdarı 3 dəfə artırsa, belə yaza bilərik. Q2 bərabərdir 3Q1. Q-nün miqdarı 3 dəfə artdığı üçün ona uyğun olaraq F-in də miqdarı 3 dəfə artır. Deməli, necə olacaq? Elektrik qüvvəsi, qısa yazıram, qüvvəsi 3 dəfə artar. 3 dəfə artar. Amma intensivlik necə dəyişər? İntensivlik isə Y bərabərdir F bölünsün Q-dir. Təsəvvür edin, Q də 3 dəfə artıb, F də 3 dəfə artıb. Hər ikisi 3 dəfə artdığı üçün ixtisar getdikdə yenə də intensivlik dəyişmir. Ona görə də intensivlik, yəni Y dəyişməz. Bu qədər uşaqlar. Sizinlə bu şəkildə 16 suallıq kiçik summativ qiymətləndirmə 4-ün bütün suallarını izah etmiş olduq.